Hər vaxtınız xeyir olsun, əziz və hörmətli izləyicilər, hər birinizi salamlayıram. Gözəl qardaşlarım, gözəl bacılarım, bugünə olan 3-cü video çəkilişimizi çəkirik. Çəkilişimiz sizlərin maddi köməyi ilə, dəstəyi ilə 7 ildir yardım etdiyimiz Emin Şahlaroğlu'nun ünvanında. Sizlərin köməyi ilə, stol ver otursun Rəfiqə xala Emin. Sizlərin köməyi ilə, dəstəyi ilə Emin qardaşımız 7 ildir müalicə olur. Yəni bu müalicələrin səbəbinə Emin qardaşımız həyatdadır. Hər ay standart olaraq 300 manat, elə aylar olub 500 manat yardımlar etmişik. Biz 2026-cı ilin may ayı Emin qardaşa yardım edə bilmədik. Səbəb o idi ki, həmin səhhəti bir balaca yaxşı idi. Çünki sonuncu səfər bura qurbanlıqda, İsmail qurbanlığında Ruslanla Rafiq, Allah Rafiqin qapısını açsın inşallah. Ya haqqı olan Allah inşallah. Yo, mən çəkilişdəyim. Orada Emin qardaşın səhhəti də yaxşı idi, hamımız bunu gördük, sevindik, şad olduq. Amma təxminən üstündən 20 gün keçib, bu ərəfədə Emin qardaşın səhhəti ağırlaşdı. Anası, atası bir neçə dəfə bizə bildirmişdi, Nəzakət bacının evində olan sıxıntı ilə bağlı kömək edə bilmədi. Amma bildirdim ki, nə lazımdır edin. Əgər vaxtdan dərman götürə bilirsə götürün və yaxud bir tanışdan, qonşuda pul varsa götürün, mən onu verəcəm. Dünən də biz canlı yayım açdıq. Niyyətimiz o idi ki, Emin qardaşa yenə 300 manat yardım toplayaq. 300 manatımız demək olar ki, yığılıb qutarmış idi. Biz zəh vurduq Emin qardaşın ünvanına, yəni anası telefonu götürdü, atası, anası. Bildirdim ki, artıq 300 manatı yığmışıq. Rəfiqə xala da bizə bildirdi ki, xahiş etdi ki, əgər mümkündürsə onu bir balaca artırın. Çünki 200 manat sələm götürülür məhz Emin qardaşa müalicəsi üçün. Mən də bildirdim ki, həmən o 200 manatı da inşallah yığacaq. Elə gecə canlı yayımımız sonuna qədər deməli 434 manat pul yığdıq. Səhər-səhərdə biz hesabat edərkən canlı yayım açmışdıq. Orada bildirdim ki, Emin qardaşın 66 manat pulu kəsildi. Bu pulu da Emin qardaşa 7 ildir kömək edən, yardım edən bir qardaşımız, xeyriyyəçi qardaşımız, ürəkli qardaşımız dərhal göndərdi ki, 500 manat tamamlansın. Sonra hesabat qutarana yaxın, daha doğrusu qutarandan sonra WhatsApp-a baxdıq ki, Sankt-Peterburq şəhərindən Təranə bacıda 1000 rubl yolladı. İndi biz, hörmətli izləyicilər, 500 manatı gətirmişik. Hesabatda da qeyd elədim ki, yerdə qalan 21 manat, yəni 1000 rubl qaldı. Gələn ayın inşallah ki, 300 manatına, yəni gələn ay, Allah qoysa biz Emin qardaşa pul yığanda Təranə bacının da göndərdiyi 1000 rublu üstünə əlavə yığıb 300 manatı gətirir, verəcək. Emin qardaş, Rəfiqə xala, xoş gördük. Allah Emin şəfanı versin. Nə olub ayağına? Sən, nə bilim, biraz o 300 manat o müalicəsinə çox yaxşı bəs eləyirdi, aparıb gətirdi. İndi də onun şəkəri var. O balaca barmağı biraz, nə bilim, demə, şəkər yarasıymış. Apardım onu da, Bərdədə diaqnostikada həkim yardı, elədi, çirki var. İndi hələ dedi kəsilməyə üzrədir, amma müalicə başlamışdı. Nə bilim, biraz dava dərman elə bir şey ilə sestra incə getdi. Gündə 3 dəfə sistem götürülür ki, qanqreniyanın qarşısı alınsın. Allah özü kömək. Allah köməyinizdə dursun. Allah o pul göndərənlərin, emini ki, belə saxlayırlar əllərində. Onlara çox minnətdaram. Allah onların başından töksün, pulu, varı, heç yığıb-yığışdıra bilməsinlər. Neyinim, necə eləyim deməsinlər. Çox sağ olsunlar, böyük ailəmiz. Hamınızdan razıyam. Hamısının adını bir-bir çəkə bilmirəm, amma hamısından razıyam. Çox sağ olsunlar ki, evinə belə əl tuturlar. Mən harada dara düşürəm, laf faizə də pul götürsəm, sən özünü çatdırırsan, erkən. Allah sən də dadına yesin. Allah sən də balalarını saxlasın, balalarını gözünə çıraq eləsin. Belə də nə bilim, indi görək müalicə başlamışıq. 5 günlük yazıb. İndi
İndi Məştəliyə də getməlidir. Təəssüf bu ayaqla gedə bilməz. 5 günlük müalicə yazıb, gündə 3 dəfə sistem götürülür, nə bilim atmalar var, hamısı antibiotiklərdir. İndi vurdururuq, 5 gündən sonra aparacam diagnostikaya. 3 gündür düşüyəcək, büyün başlamışıq. İndi bir də müalicə yazsa, bir də burada eləyəcəm. Yox, desə ki, yaxşıdır, yol gedə bilər, aparacam indi Məştəliyə. İnşallah. Elə o azarla əlaqədar bu havalar qızanda biraz elşən, özün bilsən də Emin narahat olur. Emində bu baş verir. Onu da qarşısını alırsınız. Çox sağ olun. Heç bilmirəm ki, onlara nə tər minnətdarlıq edeyim ki, bir-birə Eminlə bunlar Eminlə maraqlanırlar. Eminin də elə bir əmiləri, qardaşı, bayısı, bibisi, hamısını Allah Taala canlı sağ eləsin. Amin. Çox sağ olsunlar. Eminə çox yaxşı yardım edirlər. Təşəkkür edirəm. Sənin bu yaxşılığın heç vaxt unudulmaz ömür boyu. Sağ ol Rəfiqə xala, Allah yardımçınız olsun. Çox sağ ol. Deməli Rəfiqə xala və hörmətli izləyicilər, bax indi ödəyəcəyim 500 manatın hesabatını çəkmişəm. Bax səhər-səhər birinci çəkilişimizdə hesabat xarakterli video hazırlayıb efirə vermişəm. Əgər Eminə pul göndərən kəslər, bax bu çəkilişi izləyirsinizsə, sizin də göndərdiyiniz pulun Eminə çatmasından əmin olmaq istəyirsinizsə, zəhmət olmasa birinci videomuzu, hesabat xarakterli videomuzu, yəni göy mumcuğu qoymuşam ki, tamaşaçılar rahat bilsin ki, yəni göy mumcuğu olan hansı ki, İsmalik gördünüz, bilin ki, o hesabat xarakterli videodur. İndi mən burada əlimdə dəftər yoxdur deyə cəm halda gətirmişəm pulu. Bu pulun 150 manatını bir qardaş göndərir, 3000 rublunu Gürcüstanlı qardaş göndərib, 66 manatını ürəkli qardaşımız göndərib və s. Hamısını orada qeyd edib səhər-səhər hesabatını çəkmişəm. Kimə maraqlıdırsa, kim istəyirsə girib baxsın, orada görəcəkdir. Bizdə 21 manat, yəni 1000 rubl pul qaldı. Onu da dediyim kimi gələn ayımızın müalicəsində inşallah ki, istifadə edəcək. İndi sən bu pulu say, zəhmət olmasa Rəfiqə xala. 50, 100, 150. Say ver Eminə. 200 Emin al. Bir say, təzədən bir say, 100 ver Eminə. Emin al. 100, 200, 300, 400. Bu da 500. Hə, bax bu da 500 manatdır. Allah səbəb salsın. Çox sağ olsun. Allah balasını sağ olsun. Allah Nətər deyim, neyimdə yerimdə qalmasınlar. Həmişə canları sağ olsun. Allah xatadan, baladan uzaq eləsin. Bu göndərənlər, pulu yardım edənlərin hamısına. Hamınıza minnətdarım. Sağ olun. Allah razı olsun. Çox sağ olun. Çox var olun. Doğrudan da kim öz büdcəsindən bugünkü günü çətin vaxtda, həqiqətən çox çətin vaxtda ələxüstə Rusiyadan bugün kimlər ki bircə manat belə öz ailəsinin, öz problemlərini içərisində yardım edə bilirsə, edirsə, Allah onun milyon əvəzini versin. Amin. Allah sizləri qərib ölkədə qorusun. Sizin sayənizdə vətəndə minlərlə insan imdad tapır. Allah keçər, elə sözünü də kəsərəm. Elə ürəklə getdim, o pulu götürdüm. Bildim ki, sən Eminin arxasındasan, gətirəsən. Yəni zəhmət olmasa o 200-ü ver ki, Yox, onu verəcəm. 100% ver ki, bax üstə faiz gəlməz. 200% verməliyəm ki, onun üstü gəlməsin də, sağ olsun. O verən əl tutan da sağ olsun bunlarla bərabər. Yəni dara düşürən verirlər. Allah qaparır elə 100 manatın, 100 neçə manatın aptekə verəcəm. O gün o mağazada gəldim, sağ dedim. Bax oradan götürmüşəm. Elə hamı sağ olsun, hamı el atır. Sağ olsunlar. Əl atmaq gözəl şeydir, savabdır. Əl atışda belə bir insana, Emin qardaşımız neçə yaşı var? 38. Artıq demək olar ki 40 yaşı var, ailə də qurmayıb. Xəstəlikdən, imkansızlıqdan, budur. Şərait budur, valla. Ata özü xəstə, fəhləlik eləyir, 70-ə yaxın yaşı var, fəhləlik eləyir. Ana ağır şəkər xəstəsi. Yəni bu ailə çox ehtiyacı olan ailədir. Bu ailəyə nə edirsinizsə Allah onu mütləq savaba yazacaq, oxsanata yazacaq. Biz də əlimizdən gələn qədər Emini diqqətimizdən kənarda saxlamırıq, çalışırıq ki, heç olmasa anası, atası dava dərmandan problem yaşamasın. Onsuz da bir problemdir, onsuz da bir ağır dərddir valideyn üçün. Gözünün önündə cavan oğlu
Allah şəfa versin Emin, hər şey yaxşı olacaq. çox sağ ol. Biz də bir mənəvi dəstək olaraq, psixoloji dəstək olaraq bunu edirik ki, heç olmasa bu tərəfdən bir fikir, xəyal yaşamayasınız. Oldu Rəfqə xala, Rəbbim özü şəfa versin, Sağ ol, çox can sağ ol, sağlığı çox versin, razıyam, gün o gün Eşref, olsun. çox razıyam Eminin səndən, sağ ol. canından bu dərd bəla yox olsun. Biz də Amin. eşidək, şad Amin, olaq, sağ ol, sevinək. sağ ol. Var olun, yardımcı olan bütün qardaşlar, bacılar. Allah sizin hər bir zaman dadınıza çatsın. Allah Amin. sizin imdadınıza çatsın inşallah. Sağ ol. Teşekkür. Sağ olasın. Allah köməyindədir. Sağ ol. Allah haqqı. O şəkər yarasından mənim ayağımda el oldu, topağa qədər gəldi. Onu Elşən Quranakı həkimlər qohum elə tam yığışdı. Dedilər ki, yəni ayağın kəsilməsin, sən belə xəstəyə baxırsan. Deyir, bax, Talih tamam uzaqdadır Günəgürab suyu. Bunu əlisi oğlu Bakıdan göndərib ki, buradan birini yaraşdıraq. Heç olmasa aşağı düşməyə də ayaqlarımız. Allah kömək. Eləsə ki, deyirdim, bax, köməkləşib bir tər eləyək, bunu buradan quraşdıraq. O da gəldi, belə oldu, indi şükürdən ağayraq məsləhət. Allah kömək olsun inşallah. Bir tər eləyərik. Yaxşı olur. Allah böyük. Yaxşı olur.